Verdiğiniz sözü tuttuğunuz üçün, haqqım olanı mənə verdiyiniz üçün istədim sizə təşəkkür edeyim. Hakim bəy, siz səhv bilmirəmsə İsa bəylə çox yaxın dostsuz. Kəşke ondan o klinikaya ortaq olardınız. Yoxsa bu adam haqqında məlumat tapamaq məcburiyyətində olmazdınız. Sənə yazdığım gəlir Nigar. Sən də stressdəsən, həyəcanlısan. Gözləyirsən ki, Tural tez boşansın. Səni necə də başa düşürəm. Nə istəyirsən, yəni istəyirsən boşan, istəyirsən get klinikanı tama, istəyirsən şirkət kur. Amma inan ki, sənin burada olduğun müddətdə mən də burada olduğumu sənə unutdurmayacağam. Məncə sən atamla görüşmürsən də, hə? Elə bir şey olsa mən çox əsəbləşərəm və bilirsən ki, bir şeylər baş verə bilər. Nəyə görə susuram, onu da bilirsən. Əgər görüşsəz, çox pis olacaq. Bəlkə də biz sənə tamam başqa şərtlər altında qarşılaşsaydıq, Necə qarşılaşsaydıq? bizi Aysel tanış edəsəydi. Amma görəsən Aysel məni çoxdan tanıdığını necə bu vaxta qədər sənə deməyib?